Cəlilabadda 35 yaşlı kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini 35 yaşlı Vüsal Cəfərov ilə həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərova arasında yaranan mübahisə zamanı qadın bıçağı əl ataraq ərinə xəsarət yetirib. Yaralı vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılan Vüsal Cəfərov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Mərhumun yaxınları ilkin olaraq hadisənin tikinti zamanı baş verdiyini bildirsələr də, aparılan ilkin məlumatlara görə qətlin həyat yoldaşı tərəfindən törədildiyi bildirilir. Kəsirə Cəfərova polis tərəfindən saxlanılıb. 1990-cı il təvəllüdlü şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun döş qəfəsinin ürək nahiyəsinə nüfuz edən kəsilmiş, deşilmiş iti alət yarası aşkar edilib. Xəstə dərhal cərrahi əməliyyata aparılıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çox saylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir. Qeyd edək ki, Vüsal Cəfərov Qaradağ rayonunda daş karxanasında çalışırmış və hadisə baş verən gün Yenicə kəndə qayıdaraq özünə ev tikməklə məşğul imiş. Ailədə xırda, adi, qeyri-adi olmayan xırda bir münasibətdən baş verən hadisədir. 3 körpə uşaqları, ailə çox gözəl ailədir. Demək olar ki, kəndin hər bir yerindən sorğu aparsın, hamı deyər ki, bu ailə çox zəhmətkeş, öz alın tərləri ilə yaşayan, öz çörəklərini yeyən bir uşaqlardır. Rəhmətli də öz elə bir mehriban, səmimi uşağı idi ki, heç vaxt deməzdin ki, bu ictimaiyyət və cəmiyyətdə özün pis aparan uşaqdır. Belə bir ağır azıya hamımız təəssüflənirik, hamımız ağır azı keçirdirik. Mən də adəti qurumlardan xahiş eləyərdim ki, bunlara dəstək olsunlar, bunlara kömək olsunlar. Cəmilə Nəsir qızı, İlqar Mustafayev, Həcər Əsənova bugün informasiya proqramı üçün.